I come out of the Democratic Party, which in this century has produced Suallarla dolu sui-qəsdin atışma anı ilə hər kəsi dərindən sarsıdan hadisənin qurbanı. İzlədiyi müdrik siyasətlərlə ilk katolik prezidenti olmağı bacaran ABŞ prezidenti John Kennedy 1917-ci il mayın 29-da Brooklyn şəhərində İrlandiyalı katolik ailəsinin 9 övladının ikincisi olaraq dünyaya gəlib. O 1940-cı ildə Harvard Universitetini bitirib və 1941-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrində komandir kimi xidmətə başlayıb. 1943-cü ildə gəmilərə komandirlik edib, daha sonra Yapon gəmisinin hücumuna məruz qalıb və ağır yaralanıb, lakin ekipajını xilas etməyi bacarıb. Qəhrəmanlığına görə medal olan John 1945-ci ildə tərxis olunur. Tərxis edildikdən bir il sonra seçki dairəsində Demokratlar Partiyasının namizədi kimi siyasətə qədəm qoyur və 29 yaşında rəqibini böyük səs çoxluğu ilə məğlub edərək ABŞ Konqresinin üzvü olur. O 1948 və 1950-ci illərdə seçkilərdə qalib gələrək 6 il müddətində 47-dən 53-ə qədər ABŞ Konqresinin Nümayəndələr Palatasında çalışır. Vəzifədə olduğu müddətdə iş şəraitinin yaxşılaşdırılması, kirayə haqqının azaldılması, maaşların artırılması, sosial xidmətlərin tənzimlənməsi kimi məsələləri müdafiə edib. John 1960-cı ildə Demokratlar Partiyasının prezidentliyə namizəd olur. Seçkilərdə o vaxtki vitse-prezident Richard Nixonu məğlub edərək 43 yaşında ABŞ-ın ən gənc prezidenti olur. Prezident Kennedy uzun saatlar işləyib, səhər 7-də oyanıb və gecə 11 və ya 12-yə qədər yatmırdı. 1961-ci ilin yanvarın 20-sində prezidentin ad içmə mərasimində çıxış edən Kennedy xalqı yoxsulluğa, zülmə, xəstəliyə və müharibəyə qarşı mübarizəyə çağırıb. Bəlkə də ölkə üçün daha çox iş görə bilərdi, amma 1963-cü ilin noyabrın 22-sində maşın sürərkən sui-qəsd nəticəsində dünyasını dəyişib. Bu qanlı hadisə illər keçməsinə baxmayaraq onu ən yadda qalan ABŞ prezidentlərindən birinə çevirib. Əlavə məlumat kimi onu da qeyd edək ki, 1962-ci ildə John Kennedy ilə Marilyn Monroe'nun sevgili olması haqqında söz-söhbətlər yayılıb və məşhur aktrisanın ölümünün arxasında bu sevginin dayandığına dair sui-qəsd nəzəriyyələri yaranıb. Bəli, 1962-ci ildə avqustun 5-də dünyasını dəyişən Marilyn Monroe'nun intihar etdiyi deyilsə də, bu ölümün qətl olduğu da geniş yayılmışdır. Bütün liderlər kimi John Kennedy də səhvlərə yol verirdi, lakin o həmişə gələcəyə nikbin baxardı. O, bugün də hörmətlə yad edilir.